Allah Azze ve Celle yeryüzünü, beşeri yeryüzünde yaradandan sonra yer məxluqatı da dediler, ağa biz de isteyirik onlar kimi. Allah eyni həmin o Kəbənin, göydəki Kəbənin istiqamətində həmin o mıx ki fırlanır, yeryüzünün bir mıxı var ki, bütün o kainat onun başına fırlanır, eyni onun maketini Kəbədə qurdu. Həmin istiqamətdə yer göy fırlanır Allahın əmrində. İmam Cafer Sadiq Aleyhisselam'dan soruştular, ağa bu Kəbə niyə görə 4 kub şəklindədir? Bilirsiniz də Kəbə kub sözündəndir. Kəbə ərəb dilindədir. Kub, yəni kub. Kub bizim dildəki söz ərəb sözüdür. Kub kvadratik, düz. Soruşdular, ya ağa niyə görə bu? Dedi ki, çünki Allah Azze ve Celle bir dənə əmri ilə yer kürəsini xəlq eləyibdir. Kəbəni də o cür Allah Teala əmr elədi ki, 4 dənə zikr elədi, 4 dənə zikr elədi. O zikri siz namazda deyirsiniz. Namaz qılanlar deyəcəklər, mənim sözümü təyid edəcəklər. Allah Azze ve Celle 4 dənə zikr bəyan elədi. Dedilər, ağa, İmam Cafer Sadiq Aleyhisselam'dan səhv eləmirəmsə sual elədilər. Niyə Allah Azze ve Celle 4 bucaq yaradıb Kəbəni? Kub şəklində. Bila təşbih, indi mən kub şəklində deyil, bu çorni belə deyirlər, təsəvvür ediyoruz kub şəklində. 4 dənə bucağı vardır, 4 divarı vardır. Ki buyurdu ki, niyə görə Kəbə 4 bucaqdır? Dedi ki, Allah Azze ve Celle 4 dənə zikir bəyan elədi. Subhanallahi, bir divar yarandır. Velhamdülillahi, ve la ilahe illallahu, vallahu akbar. Namazında deyirsən, Subhanallahi, velhamdülillahi, ve la ilahe illallah, vallahu akbar. Hər zikri ilə Kəbənin bir divarı yarandı. Allah Azze ve Celle o beyti yaradıbdır ki, sən mən gedək, onun yanında neyniyək? Bu sözü deyək. Lebbeyk Allahümme lebbeyk, lebbeyk la şerike leke lebbeyk, innel hamde ve ni'mete leke vel mulk, la şerike leke lebbeyk. Allah'la əhd-i peyman, lebbeyki mənası baş üstə. Sen İbrahim'e emr elədin ki, gel öz mənim beytimin ziyaretine. Ala rə'si və ayni, baş üstə, gözüm üstə. Lebbeyk, lebbeyk, baş üstə. Allahümme lebbeyk, sen çağırıbsan məni ilə çağırıbsan əhd-i peymanımı təzələməyə beyət eləyərdilər, qədimlər beyət eləyərdilər. İndi necə bu günləri belə deyə səs verirlər, praqalasavat edirlər. Beyət eləyərdilər, əl verərdilər, yəni sənin peyğəmbərliyi qəbul edirəm. Allah Azze ve Celle beyəti təzəliyirsən, lebbeyk Allahümme lebbeyk. Sən çağırıbsan, mən bəndə olaraq gəlmişəm huzura. Lebbeyk la şərikə ləkə lebbeyk. Sənin şirkin yoxdur, sənin şərikin yoxdur. İnnəl hamdə, həm sənindir. Və ni'mətə, nimət sənindir. Vəl mülk sənindir. Həcdə bir dənə şeyin şahidi olursan, mənim söhbət eləmə fikrim yox. Dedim ki, qoy yemək bitsin, deyələ əl-kəlamı yecürrül kəlam, sözü çəkdi, bunu deyirəm. Allah Azze ve Celle bizim bir-birimizin əlindən tutur, gətirir ora, istəyir orada fərqləri qoysun kənara. Həcilər gedəndə görsən, ağa geyiniblər, bürünüblər. Onun mənası nə deməkdir? Yəni, ay insanlar, siz ki, bu günə kimi varlı kasıbdan fərqlənirdi. Ağa nökərdən fərqlənirdi. Biri pulu vardır, brend paltar gelir, biri de var ki gedir Smishno Cena'dan paltar alır. Bugünün temasıyla danışıram da size. Düzdür mü? Falan kəs brend paltar alır, gelir. Pidjak stoyub falan qədər. Biri de var ki, mənim şimdi yetim adamdır, gedir. Yana 500 manatlıq nəyim var. Tamam? Allah Azze ve Celle deyir ki, bunları dayandır. 50 il bu tempdə yaşamsan, bunu saxla. Kəbəyə gəlibsən, prezidentsən, kimsən? Çıxart onu qoy kənara. Ağ paltar var ha. Sən bu dünyaya gələndə o roddomda düşdülər ağ səni. Öləndə də ki o ağa da ki bükəcələ aparacaqlar ha səni. Hamıda eynidir, düzdür mü? Tamam? Burada da həmin o ağ paltarı gey görüm. Ağa, mən prezident... Nökərim də mən eyni, bəli. Nökər də ağadır hamısı. Altda paltarın, nəyin vardısa, bahalı ayaqqabın, bahalı papağın,
üstündə birliyan neçə qaratlıq, bunları da qoy kənara. Ehram libasının mənası da elə ehramdır. Ehram, запретная одежда, haram sözündəndir. Одежда, которая запрещает более 25 вещей, которые до этого sana halal idi. Sana haram eləyib o şeyləri. Onlar nədir? Elə onlardan biri də budur ki, ukraşeniya. Bəs də özü ilə oynadın, 50 il ağsaqqal kişisən, hələ də tanımamısan özünü. Libasla tanınmır, ayaqqabının rəngi ilə insaniyyət tanınmır. İnsaniyyət səni istəyirəm eyni səviyyədə görəm. Kəbə bizləri birliyə dəvət edir. Kəbə bizləri özümüzə, kəndimizə qayıtmaqlığa dəvət edir. Kəbə bizə əxlaq dərsi öyrədir. Hamı bircə fırlanız, məhşər ayağında da belə gələcəksiniz. Bu dünya istəyirsin ki, bəs də özünü aldatdınız, bəs də özünüzlə oynadınız. Ola bilər sən maşını ilə fəxr edirsən, o filankəs evinin krişəsinin də fəxr edir, filankəs qolundakı saati ilə fəxr edir, filankəs iPhone 17 Pro Max, filankəsdə də bu günün bəlalarıdır da. Elə qardimsə что, и чё дальше? Amma Kəbə nə deyir? Bunların başını bıraq. Hətta buyurur ki, ehram halında cüzgiyə belə baxmayacaqsan. Cüzgiyə baxmaq, o kimi şeylərdən ki, haramdır, biri də cüzgiyə baxmaqdır. Cüzgiyə belə baxmayacaqsan. Niyə? Bəs indiyə kimi özü ilə oynamısan. Bırax özünün başı, hətta bu anda istəyirəm özünü unudarsan, istəyirəm mənlə ol, biraz mənlə ol. Bir ömür 60 yaşım var, gəlirsən 10 günlük mənim yanıma, biraz mənlə ol. O bəzən insanlar var ha, məsələn, gedirsən filankəsin yanına, səni neynir? Deyir ki, telefonda başı qarşı, deyir ki, qısqanır, revnovat edir. Yox, mən biraz məndən vinima özümə qayıdır. Biraz özümüzə qaytarır Allah'a səvəcən. Ona görə bu kimi şeylər ki, İslamda, Ağsaqqal, mən sizə söz verəcəkdim, ha siz getdiniz. Ağsaqqal, sigarete perikura gediyoruz. Perikura gediyoruz, gələcəksiniz, inşallah söhbət edəcəyik. Salavat deyim Muhammed Ali Muhammed.